Vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Hər birinizi növbəti dəfə kanalımda xoş gördüm. Bugün də psixoloji bir söhbətlə qarşınızdayım. Odur ki, diqqətlə dinləyin. Sonda bir həyat dərsi, eyni zamanda beynimizin bizə necə xidmət etdiyi ilə bağlı qısa məlumat almış olacaqsınız. Amerika həbsxanalarının birində ömürlük məhbus olan şəxslərə müəyyən təcrübələr tətbiq edirlərmiş. Həmin təcrübələrdən birini ömürlük məhbus olan bir şəxsə təklif olaraq bildiriblər ki, sənə küllü miqdarda bir məbləğ verəcəyik. Həmin məbləğin qarşısında bizə bu təcrübəni keçirməkdə kömək olacaqsan. Məhbus fikirləşir ki, onsuz da mən ömürlük məhbusam. Mən həbsxanada öləsiyəm. Odur ki, bu məbləği qəbul edib ailəmin həyatını xilas edə bilərəm. Beləliklə, təbii ki, təcrübənin nədən ibarət olduğunu soruşub öyrəndikdən sonra qəbul edir. Təcrübə bundan ibarətdir. Həmin məhbusa inyeksiya yolu ilə bir dərman injektə edirlər. Yəni, damar yolu ilə iynə vururlar. Bir preparatı damar yolu ilə köçürürlər. Və həmin preparatın məhbusun üzərində, insanın üzərində hansı təsiri göstərəcəyini yoxlamağa çalışırlar. Belə, bu təcrübənin sonunda isə məhbusun ölüb yoxsa sağ qalacağı məlum deyil. Amma böyük ehtimalla öləcəyi haqqında da məhbusa məlumat verirlər. Adətən insanlara verilən bu kimi məlumatlar onların beyinlərinin əsas hissəsini öz təsiri altında saxlamış olur. Yəni, beyin artıq iynədən sonra öləcəyinə inanır. Odur ki, iynəni, yəni preparatı damara köçürməmişdən öncə başlayırlar diqqətlə ona izah etməyə. Yəni, 3-cü saniyədə halın belə olacaq, 5-ci saniyədə bunu hiss edəcəksən, 10-cu saniyədə bu olacaq, 20-ci saniyədə isə artıq öləcəksən. Yəni, həyatla bütün əlaqən kəsiləcək. Bunu bilən məhbuslar iynəni qəbul etməsələr belə, preparatın onların bədənində yaradacağı təsirlərin hamısını elə deyilən saniyələrdə hiss etməyə başlayırlar. Hələ iynə, inyeksiya enjektə olunmayıb, amma artıq onların gözləri torlanır, başları gicəllənir, özlərini halsız hiss edirlər, bir növ ürəklərinin getdiyini zənn edirlər, səslər qulaqlarından yavaş-yavaş uzanır, görüntü bulanıqlaşır və beyinlə əlaqənin kəsildiyini düşünürlər. Və maraqlısı odur ki, bir neçə məhbus 20 saniyəyə çatmamış artıq ölürlər. Başqa bir nümunədə isə dəmir yolu stansiyasında işləyən bir işçinin başına gələn təcrübəni danışa bilərəm. Vaqon təmiri ilə məşğul olan həmin şəxs, vaqonların texniki baxışını keçirən həmin şəxs bir gün özünü soyuq hava deposuna kilitləyir. Qapını içəridən bağladığı üçün heç kəs onun səsini eşitmir. Nə qədər qapını döyəcləsə də aça bilmirlər. Yəni, ümumiyyətlə onun soyuq hava deposunda olduğundan heç kimin xəbəri olmur. Həmin gündə stansiyada qeyri-işkin olduğu üçün işçilərin bir çoxu işdə olmadığı üçün də ona kömək edən olmur. Beləcə, soyuq hava deposunda donacağını və donub öləcəyini düşünən həmin şəxs bir kağız qələm götürüb yazmağa başlayır. Son günlərini, son saatlarını, nələr hiss etdiyini qeyd etməyə başlayır. Və beləcə qeydlərini götürə-götürə üzərindən uzun bir müddət keçir. Təbii ki, soyuq hava deposunda həmin şəxs həyatını itirir. İş yoldaşları gəlib deponu açıb onun cəsədi ilə qarşılaşırlar. Amma adının soyuq hava deposu olmasına baxmayaraq, içəridəki temperatur 18 dərəcədə idi. Amma həmin işçi soyuqdan donub ölmüşdü. Məktubda da buranın çox soyuq olduğunu və soyuqdan donub öləcəyini bildirmişdi. Beləliklə, dəyərli izləyicilər, bu iki hekayədən bu qənaətə gələ bilərik ki, insan beyni bizim həm xidmətçimiz, həm də bizə rəhbərlik edən bir idarəçi ola bilər. Əgər bu xidmətdən doğru yararlanmaq istəyiriksə, ona mesajları da doğru göndərməliyik. Çünki beyin eşitdiyinə inanır. İnandığını da mütləq həyata keçirir. Odur ki, beyninizə gözəl xəbərlər verin.
və gözəl nəticələrə çatacağınıza onu inandırın. İnandırın ki, beyin inandığını gerçəkləşdirə bilsin.